Bugün gəlin İbranilər kitabının 9-cu fəslinə müraciət edərək Tanrının sözünü birlikdə öyrənək və atanın yer üzünə ikinci dəfə gəlişinin mənasını anlayaq. Gəlin 9-cu fəsil 27 ayəyə nəzər salaq. Necə müəyyən edilmişdir ki, insanlar bir dəfə ölüb ondan sonra mühakimə olunsunlar, eləcə də Məsih bir çoxlarının günahını öz üzərinə götürmək üçün bir dəfə təqdim edilmişdir və ikinci dəfə günahın öhdəsindən gəlmək üçün deyil, xilas gətirmək üçün onu gözləyənlərə zühur edəcək. 죄와 상관없이 자기를 바라는 자들에게 두 번째 나타나시리라 하고 있습니다. O, ilk gəlişində günah qurbanı kimi çarmıqda ölmək üçün bu yer üzünə gəldi və ikinci gəlişində bütün bəşəriyyəti xilas etmək üçün bu yer üzünə gəldi. Onda Ata Tanrı ikinci dəfə gələndə bizi xilas etmək üçün tək gələcəyini dedi. O, bizi xilas etmək üçün kiminlə zühur etdi? Ruh və gəlin olan Ata Tanrı və Ana Tanrı gəlin dedilər. Çünki xilası bizə yalnız Tanrı verə bilər. Nəhayət, Ata Tanrını və Ana Tanrını axtarmaq xilas olmağımızın yoludur. Başqa sözlə, bu itirdiyimiz əbədi səmavi səltənətə çatmaq üçün ən zəruri və əhəmiyyətli qısa yoldur. Buna görə də Tanrı dedi, Tanrını tanımaq üçün səy göstərin. O, bizə Tanrını tanımaq üçün hər cür səy göstərməyimizi söylədi. Gəlin Hoşiya kitabının 6-cı fəslinə nəzər salaq. Gəlin 3 ayəyə nəzər salaq. Gəlin Rəbbi, Tanrını nəzərdə tutur. Tanıyaq, tanımağa səy edək. Başqa versiyada tanıyaq. O, hökməndan yeri kimi doğacaq, yağış kimi, torpağı sulayan yaz yağışı kimi yanımıza gələcək. 6 ayəyə baxın. Çünki mən qurban deyil, məhəbbət istəyirəm. Tanrı nə istəyir? Yandırma qurbanlarından çox Allahı tanımağınızı istəyirəm. Çoxlu qurbanlar təqdim etməyimiz yaxşıdır, yəni Tanrıya ibadət edirik, lakin bundan daha yaxşı olan Tanrını düzgün tanımaqdır. Onda, bugün yer üzündəki çox saylı kilsələr yeni adı, Məsih Ansankongu bilirlərmi? Onlar bilmir. Onlar Tanrı Atanı tanımadıkları üçün avtomatik olaraq Tanrı Ananı tanıya bilməzlər. Bunun səbəbi müqəddəs kitabda peyğəmbərlik edilir ki, biz Ananın Tanrı varlığını yalnız Ata Tanrı vasitəsilə bilə bilərik. Ona görə də biz çalışmalıyıq ki, Tanrını tanıyaq və Ananı Tanrı düzgün qəbul edək ki, əbədi səma səltənətinə daxil olmaq şansını itirməyək.